üçün bir dənə gözəl ev tapmışam. Mərdəkanda 7 sotun içində 240 kvadratlıq bir evdir. Videoya sona qədər baxın. Qiyməti 595 min manatdır. Start deyilir. Təbii ki, endirim olacaq. Gəl bir dənə hovuzundan başlayaq. 10 metr uzunluğunda, 5 metr enində, 1,60 dərinliyində daşma tipli hovuzu. Terasa baxın. Əladır da, yəni möhtəşəm bir evdir. Zal. Evin ən böyük üstünlüklərindən biri nədir? Maşallah, suyun səsinə bax. Gəl elə buradan gedək, onun hamısını bir-bir deyəcəm. Zalın görüntüsünə bax. Əla. Daxil olduq həyətimizə. Evi dövr eləmək olur. Birləşməyib heç bir tərəfdən. Fırlanmaq olur. 3 maşınlıq, 4 maşınlıq parkovkası, işıqlandırması mükəmməldir. Hal-hazırda saat 10-dur. Biz hələ də çəkilişlərə davam edirik. Amma işıqlandırma möhtəşəmdir. Gedək orada söhbətgahını da göstərək. Yaşıllıq da məncə kifayət qədər var. Güllərə bax. Gör necə gözəldir. Belə daha maraqlı oldu. Video bir buradan başladı, oradan fırlandı. Ənənədən qırağa çıxdıq. Burada 12 tonluq su anbarı, dövlət suyu, ümumiyyətlə bütün kommunal xəttləri çəkilib, qaz, su, işıq. Mərdəkanda qaz, su, işıq hər yerdə var. Bunu indidən də bir dəfə də deyim. Burada 12 tonluq su anbarı, hovuzun filtr sistemi. Burada 45 kvadratlıq geniş bir teras. Qış aylarında da istifadə edə bilərsiniz. Cam balkonlandır, isti döşəməlidir. Gəlirik. Mənim ən sevdiyim zona olan mangal. Yanında suyu. Adama nə lazımdır? Bax, burada qazı da çəkilib. Gəl bura, bunu göstər. Bax, qaz da çəkilib. İstəsəz bura bir dənə qaz sobası qoya bilərsiniz. Gələcəkdə sizə qismət olacaqsa. Allah olmayanlara nəsib eləsin. Bilirəm, mərmərdir, tökmə mərmərdir. Burada kombi sistemi. Bax, gəl bura. Gəl bura, gəl bura. Kombi sistemin yığılmağına bax. Sonra deyirlər ki, tikib satanlar iş görmürlər. Bu kişi bundan artıq neynəsin? Hətta boilerdə nəzərə alınıb ki, yəni istəsəz qoya bilərsiniz. İnternet xətti, Wi-Fi xətti, kameraların xətti, hamısı atılıb hazırdır. Evin yan tərəfində göstər ki, yəni dövr eləmək mümkündür. Bax, kondisionerlərin də xəttləri atılıb. Deyir, burada yuxarıda görə bilərsən. Kameralarını göstər. Orada sanitar qovşağı var idi. Yadımdan çıxdı ora. Burada sanitar qovşağı, duşu. Burada isti döşəməlidir bu arada. Bu evin ən böyük üstünlüklərindən biri, bütün yataq otaqlarının demək olar ki, birindən başqa hamısı həyətə baxır. Mətbəx həyətə baxır, zal həyətə baxır. Bu çox gözəl bir proyektdir. Mən də belə bir proyekt tikmişəm. Çox qəşəng bir proyektdir. Gəl indi keçək evin içi ilə də tanış olaq. Ya Allah! Ev təmizdir, baxır yeyinir. Daxil olduğu evə 240 kvadratlıq evdir. Sağ tərəfdə 55 kvadratlıq zal. Gəl. Zövqlər müxtəlifdir, amma məncə bu sanitar qovşağı qəşəngdir. Ümumi sanitar qovşağı. Bir yataq otağı. Ümumilikdə evdə 4 yataq otağı var. Çamaşırxana. Evin içində olan mətbəx. Mətbəxdən həyətə çıxış. Bütün kondisioner xəttləri atılıb.
İkinci yataq otağı. Qapıların hündürlüyü 2.80-dir. Tavanın hündürlüyü 4 metrdir. Qapının hündürlüyünə bax. Üçüncü yataq otağı, özünün sanitar qovşağı. Bütün aksesuarlar qroxdur. Divar içi yığılıb. Çəkilişdə bəzən telefonlara cavab verə bilmirik. Ona görə ola bilər ki, bir 5-10 dəqiqə sonra sizə geri dönüş eləyəcəm. Ona görə də üzürlü sayın. Bu da sonuncu və dördüncü yataq otağı. Hər tərəfdən çıxışı var. Həyət görüntüsü, hovuz görüntüsü məncə mükəmməldir. Allah sizlər üçün nəsib eləsin. Özünün sanitar qovşağı. Gəl gedək sağollaşıq. Gəldik bir videomuzun daha sonuna, dəyərli izləyicilərimiz. Məndən soruşsaz, almağa dəyər, mükəmməl bir evdir. Hər kim alacaqsa, xeyirli, uğurlu olsun. Allah olmayanlara nəsib eləsin. İnşallah kanala abunə olmamışsa, abunə olun, like'larınızı gözləyirəm. Gələn videolarda görüşmək ümidi ilə. Allah evinizi hər zaman ruzulu, bərəkətli eləsin. Hələlik.